Çin İrana real hərbi dəstək verəcəkmi? Yaxın Şərq alovlanarkən Pekinin səssizliyi strateji bir gedişdi, yoxsa sadəcə kağız pələng qorxusu? ABŞ bu gizli müharibədə Çini hansı sahədə və hansı formada birdəfəlik sıradan çıxarmaq istəyir? Və ən əsası, Çin həqiqətənmi yeni dünyanın süper gücü olacaq, yoxsa biz tarixin ən böyük iqtisadi şarının partlamasını izləyirik? Bu analizdə biz sadəcə rəqəmlərdən, ümumdaxili məhsuldan danışmayacağıq. Əgər siz də Çini sadəcə ucuz mallar və böyük ordular ölkəsi kimi görürsünüzsə, yanılırsınız. Bu video Roma gümüşündən Amerika dollarına, Şimal qütbünün buzlaqlarından Pekin küçələrindəki o ağır yağ qoxusuna qədər uzanan strateji bir səyahətdir. Hazır olun, çünki bu analizdən sonra Çinin yeni hegemon olacağına dair inancınız ciddi şəkildə sarsıla bilər. Bir ölkənin dünya hegemonu olması üçün sadəcə cebinin dolu olması kifayət deyil. O, həm də dünyanın arzulanan mərkəzi olmalıdır. ABŞ-nin bugün dominant olmasının səbəbi təkcə aviadaşıyıcı gəmiləri deyil, həm də Kaliforniyada çəkilən bir filmin, New Yorkda dizayn edilən bir geyimin və ya fast food mədəniyyətinin dünyanın ən ucqar kəndində belə ideal həyat kimi qəbul edilməsidir. ABŞ fərqli mədəniyyətlərin ən dadlı tərəflərini, İtaliyanın pizzasını, Almaniyanın hamburgerini götürüb, onları özünə məxsus bir estetiklə dünyaya satmağa bacarır. Bəs Çin? Çinin ən böyük problemi budur. Çin dünya insanına xitab etmir. Onun min illik ənənələri, estetik anlayışı və gündəlik həyat tərzi qlobal miqyasda cəlbedici deyil. Əksinə, yad və çox zaman itələyicidir. İnsanlar Çin istehsalı olan ən son model telefonu böyük həvəslə ala bilərlər, lakin heç kim bir Çinli kimi yaşamaq, onun musiqisinə qulaq asmaq və ya onun estetik normalarını mənimsəmək istəmir. Burada söhbət təkcə zövqlərdən getmir, söhbət sivilizasiyanın yumuşaq güc imkanlarından gedir. Çin dili fonetik olaraq qulaq yoran, öyrənilməsi ağlasığmaz dərəcədə çətin və estetik cazibədən məhrum bir struktur tərəfindən idarə olunur. Musiqisi qlobal hit paradlara daxil ola bilmir. Kinosu isə Hollywoodun yaratdığı o universal emosional dili tuta bilmir. Estetik baxımdan çirkin və ya soyuq qəbul edilən bu mühit Çini sadəcə bir zavod səviyyəsində saxlayır. Ən kritik məqamlardan biri isə gündəlik həyatın qoxusudur. Əksər insanlar üçün Çin küçələrindəki yeməklərin və yağın ağır qoxusu və ekoloji çirkliliyi bir sivilizasiyanın rahat yaşamaq vizasını ləğv edir. Karbon monoksid udmağı o yağ qoxusuna üstün tutan bir insan üçün Çin nə qədər maaş təklif etsə də bir həbsxanadan fərqli deyil. İnsanlar azadlığın, estetik gözəlliyin və rahatlığın olduğu yerləri axtarırlar. ABŞ bu rahatlığı və fərqli mədəniyyətlərin sintezini təklif edərkən Çin öz qapalı, biz hamıdan üstünük deyən və soyuq bürokratik ənənələri ilə insanları özündən uzaqlaşdırır. Qərblilərlə münasibətlərindəki o məsafəli və yuxarıdan aşağı baxan yanaşma əslində Çinin sivilizasiya olaraq hələ 1424-cü ildə qaldığının sübutudur. Onlar dünyanı fəth etmək deyil, dünyanı özlərinə borclu qoymaq istəyirlər. Lakin tarix sübut edir ki, sevilməyən bir hegemonun ömrü cibindəki pul bitənə qədərdir. ABŞ-ni pozan şey oradakı miqrantların gətirdiyi bəzi bayağılıqlar olsa da, sistem hələ də ən yaxşını seçib özününkünləşdirməyə davam edir. Çin isə öz pis xüsusiyyətlərini dəyişmək əvəzinə onları bütün dünyaya qəbul etdirməyə çalışır. Bu isə mədəni bir intihardır. Çinin iqtisadi yüksəlişini bir möcüzə adlandıranlar çoxdur. Lakin tarixin dərinliklərinə baxdıqda bunun əslində strateji bir udmaq senarisi olduğunu görürük. Çin sivilizasiyası tarix boyu ticarəti qarşılıqlı fayda üzərində deyil, bir tərəfin, yəni özünün gümüş yığması, digər tərəfin isə asılı vəziyyətə düşməsi üzərində qurub. Roma imperiyası dövründə İpək yolu vasitəsilə Qərbin bütün gümüş ehtiyatlarını özünə çəkən, lakin qarşılığında demək olar ki, heç nə almayan Çin bugün eyni senarini Amerika dolları ilə təkrarlayır. Bu, klassik bir win-lose, qazan-itir modelidir. Çin ixracatını, yəni satışını hər vəclə artırır, lakin öz daxili bazarını xarici rəqibləri üçün min bir bəhanə və bürokratik maneələrlə qapalı saxlayır.
Bu yanaşma o qədər köklüdür ki, vaxtilə Monqolların ticarət təkliflərini alçaldıcı şəkildə rədd edən təkəbbür bugün qlobal iqtisadiyyatda valyuta manipulyasiyası və ucuz işçi istismarı olaraq qarşımıza çıxır. Bəs Qərb, xüsusilə ABŞ buna necə cavab verir? Qərb artıq əjdahanı cilovlamaq mərhələsinə keçib. Roma gümüşlərinin axının nəticəsində zəifləyən qədim dünyadan fərqli olaraq müasir Qərb Çinin bu parazit inkişaf modelini dərk edib. Qərbin cavabı ticarət müharibələri, yüksək gömrük rüsumları və texnoloji embargolardır. Çin hələ də dollar sistemindən və Qərbə satışdan tam asılıdır. Əgər Qərb bazarları stop düyməsinə bassa, Çinin o öyündüyü iqtisadi artım bir gecədə daxili sosial partlayışa çevrilə bilər. Çünki Çin tərəfdaş yox, sadəcə alıcı axtarır. Dost yox, sadəcə borclu yaratmaq istəyir. Beynəlxalq arenada Çinin İran, İraq və ya digər anti-Qərb cəbhəsi ilə qurduğu münasibətlərə baxanda bir çoxları Çini xilaskar və ya ABŞ-nin qarşısındakı qalxan kimi görmək istəyir. Lakin acı həqiqət budur. Çin heç vaxt özünü başqası üçün fəda etmir. Çinin dövlət genetikasına hopmuş ehtiyatlılıq və riskdən qaçma strategiyası onu qlobal siyasətin ən etibarsız müttəfiqinə çevirir. Tarixə baxın. 1991-ci ildə ABŞ Bağdadı darmadağın edərkən Çin harda idi? Güya müttəfiqi olan İraq işğal olunanda Pekin sadəcə BMT-də bitərəf qalmaqla kifayətləndi. 2003-cü ildə eyni ssenari təkrarlandı. Bugün İran mövzusunda Çinin səssizliyinə təəccüblənənlər onun tarixdəki kağız pələng rolunu unudurlar. Çinin yeganə genişlənmə dövrü özünün deyil, Monqol əsilli Kubilay xanın dövrünə təsadüf edir. Onun xaricində bu sivilizasiya həmişə böyük Çin səddinin arxasına gizlənməyi, həm içəri girməyi, həm də çölə çıxmağı qadağan edən bir qapalılıq modelini seçib. Çin bugün müasir təyyarə daşıyan gəmilər istehsal edə bilər, lakin bu texnikanı idarə edəcək real döyüş təcrübəsi yoxdur. Son ciddi toqquşması 1979-cu ildə Vyetnamla olan və onda da uğursuzluq yaşayan bir ordudan söhbət gedir. Bugün təqaüdə hazırlaşan Çinli generalın gördüyü ən böyük müharibə Hindistan sərhəddindəki daşlı kəsəkli əlbəyaxa davalardır. ABŞ-nin bir əsrlik kəsintisiz əməliyyat təcrübəsi və logistika gücü qarşısında Çin ordusu sadəcə bir vitrin bəzəyidir. Bu ehtiyatlılığın arxasında həm də qorxu dayanır. İqtisadi asıllıq qorxusu. Çin böyük istehsal gücü olsa da eyni zamanda nəhəng bir borc yükünün altındadır. O hələ də dollar sisteminin və Qərb istehlakçısının girovudur. İranın yanında yer alıb sanksiyalara məruz qalmaq Çin üçün iqtisadi intihar deməkdir. Çin üçün İran sadəcə ucuz enerji mənbəyidir. Qanı töküləcək bir qardaş deyil. Tayvan məsələsindəki sərt ritorikasına baxmayaraq, illərdir bir addım belə atmaması bu kağız pələng taktikasının bariz nümunəsidir. Nəticədə Çin yalnız alıcı axtarır. Onun sistemində qarşılıqlı fayda və ya sadiq dostluq yoxdur. O dünyanı öz iqtisadi orbitinə çəkmək istəyən, lakin çətinə düşəndə qapını daxildən kilidləyən bir quruluşdur. Çindən hərbi cəsarət gözləmək tarixin dərslərini görməzdən gəlməkdir. Çinin qlobal bazarda qazandığı sürət və üstünlük əslində insan haqlarının və fərdi azadlıqların amansızcasına tapdalanması üzərində qurulmuş bir piramidadır. Çin texnologiya sektoruna tətbiq olunan 9-9-6 iş mədəniyyəti səhər 9-dan axşam 9-a həftədə 6 gün. Sadəcə bir iş qrafiki deyil, bu insanın robotlaşdırılması prosesidir. ABŞ-də aylar çəkən məhsul inkişafının Çində bir neçə həftəyə tamamlanması işçilərin ailələrindən, hobbilərindən və ən əsası öz şəxsi həyatlarından qopardılması bahasına başa gəlir. Lakin bu sistemin ən qorxulu tərəfi təkcə fiziki yorğunluq deyil, həm də mənəvi tükənmişlikdir. Çin vətəndaşı bugün dünyanın ən qabaqcıl sosial kredit sistemi tərəfindən hər addımında izlənilir. Küçədəki kameralardan tutmuş, sosial şəbəkələrdəki hər bəyənməyə qədər hər şey dövlət tərəfindən xallarla qiymətləndirilir. Bu sadəcə nəzarət deyil, bu dəhşətli bir qorxu imperiyasıdır. Google, YouTube, Wikipedia kimi dünya informasiya resurslarının qadağan olunduğu böyük firewall arxasında boğulan bir cəmiyyətdə həqiqi innovasiyadan danışmaq mümkün deyil. Çünki yaradıcılıq azadlıq tələb edir. Qorxu və mütləq nəzarət altında olan insan sadəcə əmrləri yerinə yetirən bir vint ola bilər.
lakin dünyanı dəyişəcək bir dahi ola bilməz. Pinduoduo'da iş başında ölən gənclər və buna etiraz olaraq yaranan Tengping uzanıb qalmaq hərəkatı Çin gəncliyinin bu vəhşi kapitalizm və dövlət baskısı qarşısında necə tükəndiyinin fəryadıdır. Buna tam zidd olaraq ABŞ modeli hələ də dünyanın göz bəbəyi olaraq qalır. Bəli, Silikon vadisində də gərgin iş saatları var. Lakin orada fərdin hüququ, iş həyatı balansı və demokratik institutlar sistemi qoruyur. ABŞ-də bir vətəndaş hökuməti tənqid edə bilər, öz haqqını məhkəmədə tələb edə bilər və ən əsası fərdi azadlığını hər şeydən üstün tuta bilər. Pandemiyadan sonra uzaqdan iş və 4 günlük iş həftəsi kimi müzakirələr ABŞ-nin insan kapitalını qorumağa yönəlmiş çevikliyinin göstəricisidir. Demokratik institutların işlədiyi, hüququn aliliyinin qorunduğu bir mühitdə insanlar daha xoşbəxt və daha məhsuldardır. Çin nə qədər super tətbiqlər yaratsa da, rəqəmsal bir qəfəsdə xoşbəxtlik inşa etmək mümkün deyil. Uzunmüddətli perspektivdə insanı bir material kimi görən Çin modeli çökməyə məhkumdur. Çünki heç bir imperiya öz vətəndaşının ruhunu öldürərək əbədi qala bilməz. Azadlıq ən böyük iqtisadi gücdən daha dəyərlidir və ABŞ-nin əsl sirri də məhz bu azadlıqdadır. İran Çin üçün sadəcə uzaq bir tərəfdaş deyil, o, Çinin ABŞ-nin dəniz blokadasından yan keçmək üçün qurduğu bir qurşaq, bir yol layihəsinin mərkəzi qovşağıdır. Əgər ABŞ İranda qəti qələbə qazanarsa, bunun Çin üçün dağıdıcı nəticələri bir neçə istiqamətdə özünü göstərəcək. 1. Enerji təhlükəsizliyinin sonu. Çin dünyanın ən böyük neft ixracçısıdır və İran onun üçün həm ucuz, həm də sanksiyalardan kənar bir yanacaq mənbəyidir. 2021-ci ildə imzalanan 25 illik strateji saziş çərçivəsində Çin İrana milyardlarla dollar investisiya vəd edib, qarşılığında isə güzəştli neft alır. İranda ABŞ-yə yaxın olan bir hökumətin qurulması Çinin bu enerji qarantiyasının bir gecədə yox olması deməkdir. Çin yenidən tamamilə dollarla ticarət edilən və ABŞ-nin nəzarətində olan enerji bazarlarına məhkum olacaq. 2. Malakka tələsinin daralması. Çin rəhbərliyinin ən böyük qorxusu Malakka tələsidir. Malakka dilemmadır. Çinə gələn enerjinin 80%-i ABŞ-nin hərbi dəniz qüvvələrinin nəzarət etdiyi Malakka boğazından keçir. İran Çin üçün bu boğazdan yan keçən yeganə quru dəhlizinin qapısıdır. İranın qərb tərəfinə keçməsi, Çinin quru yollarının bağlanması və onun yenidən okeanlarda ABŞ donanmasının insafına qalması deməkdir. Bu, hərbi münaqişə zamanı Çinin nəfəs borusunun kəsilməsi ilə eynidir. 3. Dollardan qaçış planının çökməsi. Çin və İran son illərdə neft ticarətini yuan ilə aparmağa başlamışdılar. Bu, ABŞ dollarının qlobal hegemonluğuna qarşı atılan ən ciddi addımlardan biri idi. ABŞ-nin İran qələbəsi bu yuanizasiya prosesini dayandıracaq və Çinin qlobal maliyyə sistemində dolların alternativi olmaq xəyallarını 10 illiklərlə geriyə atacaq. 4. Kağız pələng statusunun təsdiqi. Ən ağır zərbə isə reputasiya sahəsində olacaq. Əgər Çin özünün ən böyük enerji tərəfdaşı olan İranın qərb tərəfindən siyasi transformasiyaya uğradılmasına sadəcə seyirci qalarsa, bu bütün dünyaya bir mesaj verəcək. Çin iqtisadi nəhəng ola bilər, amma hərbi və siyasi mənada arxalanmalı bir güc deyil. Bu, Çinin Yaxın Şərq, Afrika və Mərkəzi Asiyadakı digər tərəfdaşlarının da ondan üz döndərməsinə və yenidən ABŞ-nin qanadı altına sığınmasına səbəb olacaq. Nəticə etibarilə ABŞ-nin İranda qazanacağı qələbə Çini öz sərhədləri daxilinə həbs edəcək. Bu, 1424-cü ildə imperatorun öz istəyi ilə basdığı əyləcin bu dəfə ABŞ tərəfindən məcburi şəkildə basılması deməkdir. Çin üçün İran sadəcə bir ölkə deyil, onun qlobal hegemonluq iddiasının ən zəif və ən həlledici həlqəsidir. Bugün Çin və ABŞ arasındakı müzakirə sadəcə iki dövlətin deyil, iki fərqli insan təsəvvürünün toqquşmasıdır. ABŞ-nin dizayn etdiyi dünya bütün xaotikliyi və nöqsanlarına baxmayaraq mərkəzə fərdi qoyur. İnsanın səhv etmək, tənqid etmək və fərqli olmaq haqqını tanıyır. Çin isə dünyanı nəhəng bir arı pətəyi kimi görür. Burada fərq yoxdur, yalnız sistemin işləməsi üçün lazım olan funksional vahidlər var. Tarix bizə dərsi çox aydın öyrədib.
heç bir sivilizasiya sadəcə maddi mükəmməlliklə əbədi qala bilməyib. Roma imperiyası yolların ən düzünü, binaların ən möhkəmini tikmişdi, lakin ruhunu itirdiyi an daxildən çöktü. Çin bugün eyni təliyə düşür. O, dünyanı öz ucuz malları və rəqəmsal nəzarət sistemləri ilə satın ala biləcəyini düşünür. Lakin unudur ki, hegemonluq qorxu ilə yox, ilhamla qurulur. Əgər bir sistem öz gənclərinə uzanıb qalmaqdan başqa bir çıxış yolu qoymursa, o sistemin gələcəyi yoxdur. Çinin ən böyük əyləci nə ABŞ-nin sanksiyaları, nə də Malakka boğazıdır. Onun ən böyük əyləci öz vətəndaşının qəlbində yaratdığı o böyük boşluqdur. İnsanlar bir alqoritmin parçası olaraq deyil, bir xəyalın daşıyıcısı olaraq yaşamaq istəyir. Nəticədə Çin yeni dünyanın anbarı ola bilər, amma heç vaxt onun vicdanı olmayacaq. Supergüc olmaq üçün sadəcə səmada peyklərinizin olması kifayət deyil, yerdəki insanların sizin bayrağınız altında azad nəfəs alacağına inanması lazımdır. Və bu inamı nə 996 sistemi, nə də trilyonlarla dollar qazandıra bilər. Gələcəyin sahibi ən çox istehsal edən deyil, ən çox azadlıq vəd edən olacaq.